Salamlar, sayğılar, əziz dostlarım, dəyərli followerlər və xanımlar, ağalar. Mən neçə vaxt Ərdəbildə işləməyimi, çalışmağımı çoxaltmışam. Bunu da deyim ki, mən Atabək Vüsuqiyəm, Qoftar Dərmangər, dil və danışma terapisti. Bizim işimizdə bir dilə, language, danışma, speech, communication, irtibat və swallowing, chewing, çeynəmək və utmaq üzərində işlərik. Həm uşaqlarda, həm böyüklərdə. Bizim böyük problemlərimizin biri ki, mən eşidirdim Tehranda, görürdüm gəlib müraciələrimdə, burada lap yaşayıram. Budur ki, müraciələrim mənim qələt səviyyədə iki dilliği uşaqlarına icbar edirlər. Öz qələt ləhcələri ilə. Bizim bilingualizmdə gərək bunu yadda saxlayaq. Uşaq elə ki, ana dilinin bir həddə çatdırdı ki, cümlə düzəldə bildi, lap rahat zamanı, ondan ötəyə ki, dilliyə aparaq. 1. 2. Uşaq dünyaya gələndən sonra ana dilində, o ki, qananın bətnində, qarnında eşidir. O niyə eşitməsə stressə düşəcək. Mənim sözümdür. Bunlar neçə il bundan qabaq, bundan əvvəl Van Riper adda bir böyük profesor bu zəminədə işləyib və isbat edib ki, ana dilindən sonra uşaqla danışanda uşaq qalvanometrlər ki, dərisinə bağlı idi, onlar hərarət, metabolizmi yuxarı görsədir. İkinci budur ki, süd əmməyi əskildir ya durdurur. Bunlara biraz fikir verək. Çox adam gəlib mənə deyir ki, xüsusilə linguistiklər, zabanşünaslar deyirlər ki, bizlərdə belə formentlər var ki, uşaq 8 ayda, 9 ayda eşitməsə bunları əda eləyə bilməyəcək. Düzdür, eşitməsə, amma uşaq eşidir də, ana dilin eşidir. Əgər heç dil eşitməsə, o cürdür. Heç dil insan eşitməsə, 13 yaşı incaq doğru əsası zabanamızı ilə neberk deyərlər. 13 yaşı incaq eşitməsə, ondan ötəyə danışmağa düşə bilməz. Amma ana dilində eşidir. Yəni, bu məsir əsəbi məğzdə təşkil tapır, sinaptojenezizlər var. İndi bunu ikinci dili artırmaq üçün o zaman yaxşıdır ki, xətti alətdən çıxıb bu sinaptojenezizlər herəmə çatalar. Daha yavaş-yavaş bu məğz, əgər istəsə biz xətti baxaq qəziyyə sinaptojenezizlərə, bizim indi məğzimiz gərək bir dənə otaq boyda olaydı. Amma bu formulu var da bunların, hərəs olur, filan olur, xəttdən çıxır, olur, herəm olur. Piramidal olur, ondan sonra çıxır protein olur. Bunlar yerində, bunlara baxaraq istəmirəm buna bu həddə neuroscientific baxım ilə gedək qabağa. Bu zəminədə də mən uzman deyiləm. Amma o şeylər ki, bilirəm, sizə deyirəm. Bir də ki, biz nə bilək ki, bu uşaq ki, dünyaya gəldi, iletişimdə, irtibatda, danışıqda problemə deyəcək. Nə bilək mi? Pəs bu uşaqla ehtiyatla bərxord eləyək da, ehtiyatla davranaq. Bu sözləri nərdə bilə, nə Təbrizə, bütün Azərbaycana, bütün türklərə, bütün ikidi qovmiyyətlərə, kürdlərə, lorlara, tamam ərəblərə, hamısına söyləyirəm. İndi öz dilimizdə deyirəm, neçəsini farsı dildə danışmışam. O birisi peycimdə var mənim, Beautiful Mind klinikdə. Gedin, baxın. Bunu da ana dilində deyirəm ki, İran, Azərbaycan ölkəsində xüsusilə hamı bunu eşitsin, qulaq assın. Bu çox belə önəmli bir şeydir. Bizim bilingualizmlərdə problemlər iki tür ola bilər. Biri budur ki, qrameri qarışdıra, biri budur ki, kələmələri qarışdıra. Problemi yoxdur. Amma ana dilində gətirib ayrı bir kəlmədən istifadə eləmək, qrameri qatmaq, bu böyük problemdir. Necə yəni mən farsı rişə ilə türkü danışam? Necə yəni mən götürəm, ya biləks, mən götürəm Azərbaycan türkçəsinin rişəsi ilə farsı danışam. İki dənə ayrı dildilər. Birində strateji var, birində strateji az, birində istisna çox, birində az, birində iştiqaq var, birində camit var. Bunları qatmaq olmaz. Təzə dil yaşarır bu İran Azərbaycanında. Farsı kələmələrlə uşaq balıq bilmir nədir, quzu bilmir nədir. Sonra bunlarla nə cür öyrədəcəksən sən bunları?
Farsı ləhcə ilə türkü danışmaya, türkü ləhcə ilə fars danışmaya problemdir, işqalı var. İnsan hər dili gərək, gözəl, o native ləhcəsi ilə danışar. Bunun da öyrənməyi 3 yaşdan ortaya rahat deyil. Mühitdən öyrəşmək çox kömək elər. Ta ata-ana qələt ləhcəsi ilə uşağı öyrəşdir. Bunları yaddan çıxartmayaq. İkinci problemimiz də böyüklükdədir, səkdə eləyənlərdədir, dejenerativ mərizçiliklərdədir. Bunlarda bizim problemimiz var. Necə ki, bizim 2 növ modalitəmiz var irtibat üçün. Biri eşitməkdir, biri görməkdir. Və danışmaqdır, yazmaqdır. Vaxtiz mən danışa bilirəm Azərbaycan türkçəsində, eşidə bilirəm, başa düşürəm. Amma yaza bilmirəm, oxuya bilmirəm, bu problem olacaq. Nə zaman? O zaman ki, tərəf səkdə elədi. Mən bunun qalib dili ki, Azərbaycan türkçəsidir və Pərdazı Şinəvay məntəqəsini əldən verib, binaydan istəyəm, istifadə edəyəm, görüntüdən istifadə edəyəm, görməkdən. Burada vaxtı mənim bu tərəfin savadı yoxdur, nə kömək eləyə bilərəm mənə? Hərdəm də bir Azərbaycanda bir yazılar oxuyun da, elə ərəb əlifbasıca. Necə farslar yazılıb oxuyurlar ərəb əlifbasıca, biz də o ərəb əlifbasıca yazaq oxuyaq. Heç problemi yoxdur. Öyrənək bunları. Çox gözəldir. Mən görürəm ki, elə dostlarımın çoxu ilə türkü yazırlar bir-birlərinə, ərəb əlifbasında. Qələt yazırlar. Adam oxuya bilmir nə mən. Qəvaidi var da, özümüzdən qəvaid çıxartmayaq ki. Çərxdəndəni əvvəldən ixtira eləməyək ki. Və ya farsını sən yazanda, qələt yazanda, o birisi deyir, afərin, başa düşdüm, demir qələt yazdım. Amma türkçə necə rahat eləyə bilir, hər kəs bir cür özünə bir aid bir ortoqrafisi var yazır. Bunlara da bir qəvaid qurallar yazılıb da, onları da öyrənək. Mən diplomasi, siyasi bir qəziyə baxmıram. İnsan olaraq, bəşər olaraq hüququmuzdur. Hüquqdan sonra elmi və sosial qəziyə baxıram. Problemlər yaranır bu cür şeylərdə. Necə ki, mən hələ neçə vaxt Ərdəbildə çalışıram, görürəm ki, elə mənim əksərən o adamlar ki, hətta o adamlar ki, deməm, uşağım tək dildir, türk danışmışam, baxıyorum, görürəm ki, kələmələr hamısı farsi. Pisərxalamla mahi yeyirdik. Valla Pisərxala deyəndə mən Kula Qırmızının kartonu yadıma düşür. Sizdən xahiş edirəm, biraz bu qəziyə ciddi baxın. Heç nə olmaz. Hamımız, mən özüm elə mədrəsədə oxulda öyrəşmişəm farsi dilində, ələn də farsi dilində çox aliyəm. Mənim dövrlərimdə çox adam vardı. İstisnai İngilisidə, farsıda, ərəbidə, İtaliyada ki, ara dilisi türkiymiş, 2-ci dildə, 3-cü dildə öyrəşib. Heç problem yaranmayıb. Mən tamam insanlara sayğı duyuram, hər işdə, hamı da bilir ki, o adamlar ki, məni tanır, bilir ki, hər işdə mənim səmimi dostum var, əziz dostum var. Müraciələrin biri gəlmişdi mənim mətəbimə, döndü dedi ki, mən uşağımla buna görə farsı danışdım ki, müvəffəq olsun, mən özüm müvəffəq olanmadım. Əvvəla ki, müvəffəqiyyətin mənasını sən ayrı cür alırsan, elə dərs oxumaq müvəffəqiyyət deyir, sən məndən çox müvəffəqsən zindəkidə, əziz dostum. Gördüm da, mən sənin vəziyyətini gördüm. Vəli, öz güvənin üçün biraz aşağıdır, etimad və nəfsin aşağıdır ki, bu cür düşünürsən. Müvəffəqiyyət oxumağa heç rəbti yoxdur. İndi, o zaman deyir ki, diyağa tərəf get. Maşallah, İranda görürsünüz da, elə hər məhəlli vurursan, bir dənə universitə zəhmət çəkir, yaradır. İranda danışqahlar Çindən yuxarıdır. İranın tedadı, dühtürası Avropadan yuxarıdır. Dünyada bir qıf var, hər kim universitəyə danışqaha gedə bilər, amma çıxanda az-az çıxar. İranın qıfları bərəksdir, konkur qoyublar, balaca vurudu çətin, amma hamı da Farux təhsil olur. Tamam, danışqa azad, Peyğəmbər sərasəri, qeyri-intifai, surə. Bunlar heç müvəffəqiyyətə rəbti yoxdur, qardaşım. Və o jendədir ki, sən eləyə bilərsən, dərs oxuyasan. Mühitdədir ki, sən eləyə bilərsən, dərs oxuyasan. Dilə rəbti yoxdur. Sən hər dildə oldun, öyrəşəcəksən. İndi biraz məsələn ləhcə ilə danışsan nə olacaq? Bizim böyük adamlarımız vardı ki, elə İranda böyük adam dünyada məriflərin və farsını danışanda ləhcə ilə danışırlar. Nə olar? Nə ittifaq olur? Sənin uşağın mühitdən ölçsə ləhcə ilə danışmaz. Bunu yadında saxla. Oxulda da müvəffəq olar. Əgər gen və mühit ikisi də mühəyyə olar. Dilə rəbti yoxdur. Ona görə uşağın, böyüklərin haqqın
yaşamağa, öyrənməyə almayın əlindən. Biz bilmirik sənin uşağın mümkündür gələcəkdə nə problemi ola. Gətirib stresə və böyük riskə salmayın. Çox sağ olun, vaxtınızı aldım. İnşallah ki, baxasınız, paylaşasınız və bu problemlər inşallah azalar. Sağ olun, vaxtınız xeyir.